yerində fırlatma. Sol əlin sola meyilli, sağ əlin sağa. Əla, düzəlir. Tələsmədən, tələsmədən. Tələsmədən. Baxın da, bax. Düşürdüm da. Bax. Gördün? Bax, gördün? Ay, sol, hə. Ha, gördün? Gələm dedi ki. Bax, gördün? Bura baxırsan sən? Olsun. Hə, bir dənə söz deyim, hə, əymə çox özüdür. Sən belə edirsən, səni narahat edəcək. Düz şəkil, biləm, əyilmədi, ona görə deyirəm, sənə deyirəm, bax, xanım, düz şəkildə unuğuzu vurursunuz, qaməti biz düz, bax, bu şəkildə, bax. Bu şəkildə. Yox, bax, bu hissə, barmağın olcu hissə, bu hissə burada olur, bunu yapışdırmırsınız, bax, belə yox, bax, bu hissə, bu tərəf. Bəli, bəli, bax, belə, bəli, burası. Bax, Günel xanım, gör nə gözəldir. Qəşəngdir. Baxın. Baxın, baxın, fikir verin. Düzləşdiririk. Birinci xəmirimizi, əlimizdə olan məhsulu düzləşdiririk. Ondan sonra, bax, əlimizin içi ilə başlayırıq açmağa. Deməli, sol əl sol tərəfə meyilli, sağ tərəfə. Yaxşı. Biraz xəmiri işləyəndən sonra, deməli, cırırsan xəmiri asla. Bax, çeviririk təzdən alt hissəsini. Yaxşı, bu formada. Sol əl, sol tərəfə sağ, hə, o bəyək qırışıb, problem deyil. Qırışları da ancaq öz istiqaməti ilə açırıq, belə açılacaq. Görsən? Bu formada. Belə. Hə, düzəlir, görsən? Yox, Günel xanım, Günel xanım. Tutdum sizi. Belə şey yoxdur uşaqlar, belə-belə, yaxşı. Belə-belə deyilən şey olur. Bax, sən eləmirsən. Hə, yox, elə deyil. Səbir ən önəmli şeydir, uşaqlar, unutmayın. Biraz un zəhmət olmasa, amma buna ehtiyac yoxdur. Niyə? Üz qabığı unu var. Deməli, nə edirik? Bax, belə yox, bax, gördün? Bu hissə, gördün? Belə. Bu belə, açırıq. Bu forma, yaxşı. Gördün? Qəşəngdir. O hissəni də cırılan hissəni. O belə məsəl deyək ki, cırılır da. Yapışdırırıq. Bu belə. Buyurun. Hə, qəşəngdir, yaxşıdır. Şablon budur. Deyə bu ortadakı. Deyə bu. Şablon budur. Hə, so. İndi bir dənə teş götürürsünüz. Bir dənə yox, iki dənə. Biraz yağ vuraq ona, yüngül.